Hər vaxtın xeyir olsun Vəfa. Bəli, Baş Prokurorluğun yeni məlumatı var, hansı ki Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburg şəhərində Azərbaycanlılara, Azərbaycanlı şəxslərə qarşı hüquq mühafizə orqanları, Rusiyanın hüquq mühafizə orqanlarının əməliyyatları nəticəsində işgəncə verilmiş, eyni zamanda xüsusi amansızlıqla qətlə yetirilmişdilər. Bununla bağlı artıq Baş Prokurorluq cinayət işi açıb və məlumatda qeyd olunur ki, iyun ayının 27-si səhər saatlarında Daxili İşlər Nazirliyi, eyni zamanda Federal Təhlükəsizlik Xidməti və digər orqanların əməkdaşları Yekaterinburg şəhərində olan vətəndaşlarımızla bağlı belə deyək, axtarış işinə başlayıb və həmin axtarış orqanlar tərəfindən keçirilən axtarış nəticəsində Azərbaycanlı şəxslər müxtəlif işgəncəyə məruz qalıb, eyni zamanda iki şəxs, yəni bildiyimiz kimi Hüseyin və Ziyəddin Səfərov qardaşları xüsusi amansızlıqla qətlə yetirilib. Bugün səhər saatlarında məhkəmə tibbi ekspertiza rəyi də çıxdı, açıqlandı və açıqlanan məlumata görə həmin şəxslər iti alət və yaxud da silahla vurulmayıb, küt alət vasitəsilə onlara zərər vurulub. Bunun nəticəsində də onların müxtəlif qabırğaları sınıb və qabırğaların sınması nəticəsində qaraciyərləri zədələnib. Bununla yanaşı daxili qanaxma baş verib. Bunun nəticəsində də onlar həyatlarını itiriblər və ötən gün axşam saatlarında bilirik ki, həmin şəxslərin nəşi də Azərbaycana gətirildi və artıq Baş Prokurorluq bu işi qeydə alıb, cinayət işi başlayıb. Qeyd olunan məlumata görə nəticədə artıq hər iki şəxslə bağlı cinayət işi nəticəsində istintaq qrupu da yaradılıb. Toplanmış materiallar əsasında Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə bir neçə qrup şəxs tərəfindən işgəncə verilmə, qətlə yetirilmə, xüsusi amansızlıq və digər maddələr üzrə artıq cinayət işi başlanılıb. İstintaqın aparılması üçün artıq Baş Prokurorluğun istintaq qrupu da idarəsinə həvalə olunub, daha dəqiq desək, yəni Baş Prokurorluğun istintaq idarəsi tərəfindən artıq bu iş nəzarətə götürülüb və cinayət işi üzrə istintaq qrupu da yaradılıb və bununla məşğul olan qrup artıq işə başlayıb. Qeyd olunan məlumat ondan ibarətdir ki, beynəlxalq hüquq normalarına uyğun olaraq istintaq qrupu tərəfindən müvafiq dövlətlərə sorğu göndərilib və eyni zamanda istintaqın effektiv aparılması üçün cinayətkarların müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün də zəruri əməkdaşlıq təmin olunacaq deyə Baş Prokurorluğun açıqlamasında, məlumatında qeydə alınıb və biz də efirimiz vasitəsilə həmin məlumatı izləyicilərlə bölüşdük və qeyd eləyək ki, sabah artıq səhər saatlarında Baş Prokurorluğun brifinqi baş tutacaq və cinayət işi ilə bağlı daha detallı informasiyalar həmin brifinqdə olacaq. Bizim əməkdaşımız da oradan informasiyaları efirimizə ötürməyə çalışacaq. Hazırki informasiyamız isə Baş Prokurorluqdan olan, yəni cinayət işi ilə bağlı olan məlumatın bundan ibarət idi. Burada yekunlaşdırıb sözü yenidən sizə ötürürük.